Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Salam, sabahınız xeyir olsun əziz dostlar. Bugün təqvimdə 2 apreldir. Səhərimizi həm qürur, həm də ki ehtiram hissi ilə açırıq. Çünki məhz 10 il bundan əvvəl, yəni 2016-cı ildə aprel döyüşləri ilə Azərbaycan ordusu şanlı qələbə tariximizin ilk böyük addımını atdı. Sarsılmaz iradəsini nümayiş etdirdi. Bu yolda canından keçən şəhidlərimizi rəhmətlə anırıq və qazilərimizə də Allahdan can sağlığı arzu edirik. Qələbə ruhlu sabahınız xeyir olsun. Azərbaycan ordusu aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Tariximizə şanlı bir səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əskərinin döyüş və mənəvi psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi və aprel zəfəri 44 günlük vətən müharibəsindəki parlaq qələbənin torpaqlarımızın azad olunmasını və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Bəli, bax bu yaxın 2 saat ərzində əziz dostlar sizə həm ən son xəbərləri, həm də ki bugünün önəmini çatdıracağıq. Odur ki dalğanı dəyişməyin. Bugün studiyada Günay Tehran qızı və həmkarım Fərid Məmmədovdur. Bugün bizim səs rejissorumuz Qızqayıt Camalıvadır. Görüntü rejissorumuz isə Ramazan Hümbətlidir. Bizi həm də hazırda YouTube'dan izləyə bilərsiniz. Yazırsınız Azərbaycan Radiosu YouTube'a və bugünkü tarixin linkinə daxil olursunuz və bizi izləyə bilirsiniz. Çiçeğini dermeyasan, gülün olup bitmeyi çetin. Sen canımsan demeyasan, sana kurban gitmeyi çetin. Sen anamsan demeyasan, sen anamsan demeyasan, yaxşı evlat olmak çetin. Kucağında kucağında qalmasan, sənə qanad olmaq çətin, sənə qanad olmaq çətin. Sənə bir an gərək olsam, nə xoşbəxtəm gözəl vətən. Ömür boyu nazın çəksəm, yenə sənə borcluyam mən. Sən anamsan deməyasan, sən anamsan deməyasan, yaxşı evlad olmaq çətin. Qucağında qalmaq asan, sən canımsan deməyasan, sənə qurban getmək çətin, sənə qurban getmək çətin. Sevincini bölməyasan, göz yaşını silmək çətin. Torpağını öpməyasan, səndən ötürü ölmək çətin. Sən anamsan demək asan, sənə anam demək asan, yaxşı evlad olmaq çətin. Qucağında qalmaq asan, sən canımsan demək asan, sənə qurban getmək çətin, sənə qurban getmək çətin.
boyu nazın çeksem yine sana borçluyam ben. Sana anam demek asan, sana anam demek asan. Yaxşı evlat olmaq çətin, qucağında qalmaq asan. Sən canımsan demək asan, sənə qurban getmək çətin, sənə qurban getmək çətin. Sənə bir an gərək olsam, nə xoşbəxtəm gözəl vətən. Ömür boyu nazın çəksəm, yenə sənə borcluyam mən. Sənə anam demək asan, sənə anam demək asan. Yaxşı evlat olmaq çətin, sən canımsan demək asan, sən canımsan demək asan. Sənə qurban getmək çətin, sənə qurban getmək çətin. Nə gözəlsən əziz vətən. Azərbaycan Radyosu 105 FM. Günün hava məlumatı. Belə əziz dostlar və biz sizə hava haqqında məlumatı çatdırmaq istəyirik. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, amma gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var idi. Səhər ayrı-ayrı yerlərdə duman olacaq deyilmişdi. Mülayim cənub-qərb küləyi əsəcək gün ərzində havanın temperaturu gecə 10-12 dərəcə isti, gündüz 14-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperatura gəldikdə isə gündüz 20-25 dərəcə isti, dağlarda isə gündüz 12-17 dərəcə isti olacaq. Və bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə də Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb. Bildirilib ki, aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə hətta 21-26 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Biz də sizə havadan asılı olmayaraq yüksək əhval-ruhiyyəli bir gün arzu edirik. Eşqinə, əhdinə çıxsan da yalan, yolları bağlasa yağış, qar, duman. Əziz olacaqsan mənə hər zaman, qədrimi bilsən də, bilməsən də sən. Əziz olacaqsan mənə hər zaman, qədrimi bilsən də, bilməsən də sən.
değil, qədrimi bilsən də, bilməsən də sən. Dünyada məhəbbət yox olan deyil, qədrimi bilsən də, bilməsən də sən. Seninle ağlayıp gülesiyem ben, bu eşki seninle bölesiyem ben. Ölen de derdinden ölesiyem ben, qədrimi bilsen de bilmesen de sen. Ölen de derdinden ölesiyem ben, qədrimi bilsen de bilmesen de sen. Bu da bir sevgidi, bir məhəbbətdi. Durna qatarıydı, dağıldı gitti. Deyərəm, bu da bir nağıldı bitti. Qədrimi bilsən də, bilməsən də sən. Deyərəm, bu da bir nağıldı bitti. Qədrimi bilsən də, bilməsən də sən. Seninle ağlayıp gülesiyem ben, bu eşki seninle bölesiyem ben. Ölen de derdinden ölesiyem ben, qədrimi bilsen de bilmesen de sen. Ölen de derdinden ölesiyem ben, qədrimi bilsen de bilmesen de sen. Seninle ağlayıp gülesiyem ben, bu eşki seninle bölesiyem ben. Ölen de derdinden ölesiyem ben, qədrimi bilsen de bilmesen de sen. Ölen de derdinden ölesiyem ben, qədrimi bilsen de bilmesen de sen. Azerbaycan Radyosu 105 FM. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Səyahət xəyalların 5000 manatlıq hədiyyəyə çevrilə bilər. 30 aprelə qədər bir bank yığım hesabında səyahət bölməsini seç. Ən çox yığım edən ol və 5000 manatlıq böyük mükafatı qazan. Növbəti 6 nəfəri isə 500 manatlıq səyahət kuponu gözləyir. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın MT nişanıdır. Bu səs sahibkarlara fürsətdən xəbər verir. Əziz sahibkarlar, biznesdə yeni bir mərhələyə hazırlaşırsınızsa, Bank of Baku 100.000 manatadək sahibkar krediti ilə sizə dəstəkdir. 100.000 manatadək krediti 12 ayədək güzəştlə, üstəlik zaminsiz və girovsuz əldə etmək imkanınız var. Bank of Baku ilə biznesinizi böyüdün. Bank of Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir.
Xalqbankdan sərfəli istehlak krediti. İndi 40 min manatadək istehlak kreditini illik 12%-dən başlayan faizlərlə 59 ayadək müddətə əldə edə bilərsiniz. Ətraflı 138. Xalqbank. Uğurla birlikdəyik. ASC Xalq Bankı Mərkəzi Bankın 27 dekabr 2004-cü il tarixli 246 sayılı lisensiyası əsasında fəaliyyət göstərir. Tətbiq sahəsi istər yer, istər divar olsun. İstər ev, istər ofis olsun. Sualınız hansı yapışdırıcı deyil, hansı Ceramax olsun? Ceramax'da ehtiyaca görə bir yapışdırıcı mütləq vardır. Mr. Fix. Doğru seçim, doğru nəticə. Ev, maşın, təmir ya da təhsil, sənin də arzuların varsa, Bankov Baku ilə gerçəkləşdir. 50 min manatadək nağd pul kreditini minimum 9.9 faiz ilə əldə et. Planlarını həyata keçir. Ətraflı 145. Bankov Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Gəl səhərim davam edir. Sensiz yollarda kalıp gözlerim, intizardayam yar gel. Ehdi unutma görüş yeri ter, İlkbahardayam yar gel. Sensiz yollarda kalıp gözlerim, intizardayam yar gel. Ehdi unutma görüş yeri terk, İlkbahardayam yar gel. Vefadarım benim, ilkbaharım benim, eşkinde görmüşem saadetimi. Benden dönsen tek nurlu gündüz tek ince duygumsan yar gel. Benim hayatım, benim ümidim, şirin yuhumsan yar gel. Nurlu deniz tek nurlu gündüz tek ince duygumsan yar gel. Benim hayatım, benim ümidim, şirin yuhumsan yar gel. Vefadarım benim, ilkbaharım benim, eşkimle görmüşem saadetimi. Menden dönsen eğer ayım güneşim, sana gönül verdiğim koru muhabbetimi. Lay 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 lay. Gönül verdiğim koru
Azərbaycan Radiosu 105 FM. Proqramımız davam edir əziz dostlar. Bizə yeni qoşulan dinləyicilərimizin hər birini salamlayırıq. Sabahınız xeyir olsun, yeni gününüz aydın olsun deyirik və siz Azərbaycan Radiosunun efirində Gəl Səhərimə qulaq asırsınız. Bugün studiyada Günayla Fəriddə aprel döyüşlərindən danışırıq. Aprel döyüşləri qəhrəman ordumuzun düşmən üzərində təkcə qələbəsi ilə deyil, eyni zamanda sarsılmaz erməni ordusu mifinin darmadağın olunması ilə yekunlaşdı bilirsiniz və 2016-cı ilin aprel ayında keçirilən əks əməliyyat zamanı qazanılan bu tarixi qələbə bir daha təsdiqlədi ki, Azərbaycan ərazi bütövlüyünün bərpasında qətiyyətlidir və bu işğalla heç vaxt barışmayacaq. Və sözünə qüvvət 2016-cı ili məhz aprel ayında, aprel döyüşləri zamanı düşmən təxribatın qarşısı uğurla alındı. Uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar azad olundu. Ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Və bundan sonra aprel zəfəri məsələ 44 günlük vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin məsələ başlanğıcı idi. Bəli, tarixi zəfərin xəbərçisi idi. Ümumiyyətlə aprel döyüşləri həmin dövrdə regionun tarixində dərin iz buraxdı və Qarabağ ətrafındakı siyasi vəziyyətə ciddi təsir elədi. İndi isə bu barədə daha ətraflı əziz dostlar, millət vəkili, tarix elmləri doktor Vasif Qafarovdan eşidəcəyik. 2016-cı ilin aprel döyüşləri Azərbaycan tarixində mühüm hərbi siyasi mərhələ kimi yüksək qiymətə layiqdir. Bu döyüşlər Azərbaycan ordusunda uzun illər ərzində aparılan islahatların, modernləşmə prosesinin və döyüş hazırlığının real nəticələrini nümayiş etdirdi. 4 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələri ətrafında mövqeləri nəzarata götürdü. Xüsusilə Talış istiqamətində və Lələtəpə yüksəkliyinin azad olunması əməliyyatları taktiki baxımdan mühüm üstünlük təmin etdi. Bu uğurlar sonrakı dövrlərdə cəbhə xəttində operativ vəziyyətin dəyişməsinə və Azərbaycanın mövqelərinin möhkəmlənməsinə gətirib çıxartdı. Aprel döyüşləri yalnız hərbi deyil, həm də siyasi və psixoloji baxımdan da əhəmiyyətli idi. Aprel döyüşləri ilə uzun müddət davam edən status quo-nun dəyişməzliyi barədə formalaşmış təsəvvürlər sarsıldı. Azərbaycan göstərdi ki, işğalla barışmaq niyyətində deyil və ərazi bütövlüyünü bərpa etmək üçün real gücə malikdir. Aprel döyüşləri həm də beynəlxalq ictimaiyyətin diqqətini yenidən münaqişəyə yönəltdi və danışıqlar prosesində yeni dinamika gətirdi. Lakin bu danışıqlar uğurla nəticələnmədi. Digər tərəfdən aprel döyüşləri cəmiyyət daxilində milli həmrəyliyin və vətənpərvərlik ruhunun güclənməsinə səbəb oldu. Şəhidlərin qəhrəmanlığı xalqın yaddaşında dərin iz buraxdı və orduya olan etimadı daha da artırdı. Ümumilikdə 2016-cı ilin aprel döyüşləri Azərbaycanın hərbi gücünün artdığını, strateji təşəbbüsü ələ alma qabiliyyətini və gələcəkdə daha geniş miqyaslı uğurlar üçün zəmin formalaşdırdığını göstərən döyüşlər kimi dəyərləndirilməlidir. Aprel döyüşləri 2020-ci ilin 44 günlük vətən müharibəsinə gedən yolun başlanğıcı idi və elə bu şəkildə də tariximizə həkk olunub. Danışır Bakı FM 105. Bizimlə bir dalğada.
105 FM dalğasında əziz dostlar, proqramımızı günün xəbərləri ilə davam etdiririk. Deməli, sərnişin tələbatını təmin etmək məqsədi ilə 4 və 5 aprel tarixlərində Bakı, Akstafa, Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub. Bununla bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb və bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək. Sözü gedən reyslərə biletləri 10% endirimlə dəmir yol kassalarından və Azərbaycan Dəmir Yollarının rəsmi saytından, eyni zamanda ADY Mobile tətbiqindən əldə etmək olar. Qeyd olunub ki, bu istiqamətlər üzrə Bakı-Qazax, Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur. Bu səpkidə olan bir xəbərdə mən diqqətinizə çatdırım. Bakı-Balakən, Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, artıq dünəndən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır. Ömrümden qatarlar, ötür sevgimden qatarlar, dolar sevimli baxışlar, deyərsən əlvida, deyərəm əlvida. Baxdım ümidlə yollara, bənzər həsrətli qollara. Seven gözlerin arxamca boylanar, arxamca boylanar. Gün gələr qayıdaram, sevgimə üz tutaram. Mən gələrəm, görərsən güləşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Mən gedirəm ümidlə, sən ümidlə gözlə. Gələr qayıdaram, sevgimə üz tutaram. Mən gələrəm, görərsən güləşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Mən gedirəm ümidlə, sən ümidlə gözlə. Gözləmir, səsləyir. Bircə sözün var, bağışla. Mənə bilirəm nə deyir həsrətli baxışlar, həsrətli baxışlar. Sənə demərəm əlvida, sənə gözlə demərəm yar. Gəlirlər qatarlar. Gün gələr qayıdaram, sevgimə üz tutaram. Mən gələrəm, görərsən güləşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Mən gedirəm ümidlə, sən ümidlə gözlə. Gün gələr qayıdaram, sevgimə tutaram. Mən gələrəm, görərsən güləşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Elçin Mircəfərin ifasını dinlədiniz əziz dostlar. Bəli, qatarlar bizi bir məkandan başqa bir məkana aparır, amma dünyada elə bir sehirli nəqliyyat var ki,
məhz həmin o nəqliyyat bizi həm zamana, həm də xəyallar aləminə səyahətə çıxarır və söhbət əlbəttə ki, kitablardan gedir. Kitablardan gedir, hə? Bugün aprel ayının 2-sidir və bugün beynəlxalq uşaq kitab günüdür. Hansı ki, bizi elə uşaqlıqdan həmin o kitablar səyahətə çıxarırlar. Oxuduqca, mütaliə etdikcə biz həm xəyallara dalırıq, həm də nağıllar aləmində oluruq. Nə yaxşı ki, valideynlərimiz vaxtı ikən bizi kitab oxumağa yaxşı mənada məcbur edib. Hər zaman o yastığımızın bir küncündə kitab olub. Hər zaman evimizdə kitab olub, evlərimizdə kitab olub və bu adəti, bu vərdişi çalışmalıyıq ki, biz bu gün də davam etdirək, gənc nəsillərə ötürək. Onlar da o kitabın sehrindən, kitabın qüdrətindən, kitabın böyüklüyündən, kitabın bizə verdiyi tərbiyədən, əhəmiyyətindən gərək onlar da agah olsunlar. Yəni ki, hər şey uşaqlıqdan başlayır və uşaqkən o kitabı onlara, həmin o körpələrə təlqin etsə, bizim artıq gələcəyimiz sözün həqiqi mənasında çox gözəl, əmin əllərdə olacaq. Nəyi aşılayırsansa, onu da görürsən. Həmin şeydir və məsələ aprelin 2-si beynəlxalq uşaq kitabı günündə təsis olunması da eləməz uşaqlara kitab oxumağı, mütaliəni aşılamaq üçündür. 1967-ci ildə aprelin 2-si beynəlxalq uşaq kitabı günü kimi təsis edilib. Bu tarix 1805-ci ilin aprelin 2-sində məşhur Danimarkalı yazıcı uşaq ədəbiyyatının inkişafında xidmətlər göstərmiş Hans Christian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib və bu tarixdə əlamətdar günün qeyd edilməsini təklif edən isə Alman yazıçısı Yella Lepman olub. Beynəlxalq uşaq kitabı günü də ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Bunu mən daha çox sosial media vasitəsilə izləyirəm. Yəni uzun illərdir bu işlə məşğul olan şəxslər kitabı hətta belə bir günlərdə uşaqlara belə deyək də hədiyyə də edirlər. Bu sözləri, bu fikri nəyə görə deyirəm? Bəzən sosial mediada daha çox görürəm ki, insanlar kitabı əlçatan olmamağından şikayət edirlər. Amma söyləyən zaman ki, misal üçün bax elə bu gün uşaq kitabı günüdür. Filan yerlərdə, filan insanların bir təşəbbüsü ilə sərgilər filan keçirilir. Getmisənmi? Xəbərin varmı? Deyir, yox. Hardan xəbərim olsun? Hardan xəbəri olmağı artıq kiminsə günahı kimi qələmə verir. Amma insan bu işlə məşğul olsa, insan kitabı sevirsə, insan uşağına kitab almaq istəyirsə, necə olursa olsun oradan bir yol tapıb gedib almalıdır. Uşaq kitabı gününü gözləməyə ehtiyac yoxdur da, mənə elə gəlir. Sözsüz ki, yəni bu günü sözümün o necə deyirlər, canı odur ki, qeyd edilməsində məqsəd, məsələ uşaqların, cəmiyyətin diqqətini xüsusilə də uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdən ibarətdir. Bəzən Azərbaycan ədəbiyyatının, uşaq ədəbiyyatını mübahisəli məsələ kimi qeyd edirlər ki, 19-cu, 20-ci əsrdə daha çox inkişaf edib, daha çox uşaq ədəbiyyatına rast gəlir. Amma silsilə şəkildə oxuyan zaman, baxan zaman görürsən ki, hər dövrdə məsələ Azərbaycanın özündən söhbət gedir. Uşaq ədəbiyyat nümunələrinə rast gəlmək olur. Bəli, yetər ki, istək olsun, yetər ki, oxumaq həvəsi olsun. Biz onsuz da bugün kitab mağazalarında kifayət qədər uşaqlar üçün yazılmış kitabları görürük. Sən tarixə nəzər saldın. Elə tarixə nəzər salsaq, ümumiyyətlə uşaq kitablarının tarixi 1470-ci ildən, yəni antik Yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayıb və 1658-ci ildə Çex maarifçisi və pedaqoqu Komenski uşaqlara dünyanı anladan rəsmlərin yer aldığı bir kitab nəşr etdirib. Sonra isə təbii ki, şərqdə də kitablar çap olunmağa başlayıb. 1001 gecə, Ələddin, Əlbaba və 40 quldur. Nağıllar kitabını biz çəkə bilərik və həmin bu qəbildən də onlar da. Yəni demək istəyirəm ki, əslində kitablar var, bugün çoxdur. Yazılmış, uşaqlar üçün yazılmış kitablar çoxdur. Yetər ki, onu oxumayasan, oxumaq həvəsi olsun və oxuyasan. Bəli, uşaqlar üçün alasan ki, onlar da oxusunlar. Və uşaqlıqdan aşılamaq lazımdır. İndi hər şey əlçatanda internet, necə deyirlər, loru dildə desək, əlimizin altındadır. Kitabları biz PDF formatında da oxuya bilərik, internet vasitəsilə. Amma nədənsə mən hər zaman bunun əleyhinə olmuşam. Çünki yaxşı tərəfi də var, mənfi tərəfi də var ki, bizə, uşaqlara elə xüsusilə ziyan edir, onların gözlərinə mənfi təsir göstərir. Amma heç oxumamaqdansa oxumaq yaxşıdır.
Bax, əsas məsələ budur. Mütləq və mütləq oxumaq lazımdır. Belə, əziz dostlar, bugün bir təqviminə də necə deyirlər, nəzər saldıq. Uşaq ədəbiyyatı günündən də qısaca olsa da məlumat verdik və istəyərdik yenidən sözü ötürək bizim rejissorumuza, qız qayıta bir musiqi səsləndirsin, sonra təbii ki, digər xəbərlərə keçid alacağıq. Saçları koy ağarsın, koy var olsun ellerimiz. Yine şirin güneşlerde, Reklamlar. yüreklerde yaşarız. Azərbaycan Radiosu 100 il. Sen coşkun denizsen, yoksa bir umman. Sen şirin nəğməsən, yoksa bir seda. Odur ki sirlerle dolu dünyada, tek senin sirrini bilen olmuşam. Mən özüm deyiləm, mən sən olmuşam. Sevinən, gülən mən olmuşam, sirrini bilən mən olmuşam, mən olmuşam. Sevinən, gülən mən olmuşam, sirrini bilən mən olmuşam, mən olmuşam. Mən olmuşam. Sen giden yolların yolcusuyam ben. Sen gezen dağların ovçusuyam ben. Sen bakan göylerin ulduzuyam ben. Senin için alışan, sönen olmuşam. Mən özüm deyiləm, mən sən olmuşam. Alışan, sönən mən olmuşam. Özüm deyiləm, sən olmuşam, sən olmuşam. Alışan, sönən mən olmuşam. Özüm deyiləm, sən olmuşam, sən olmuşam. Sen Alışan, sönen mən olmuşam. Özüm
deyiləm sən olmuşam, sən olmuşam. Danışan, sönən mən olmuşam, özüm deyiləm sən olmuşam, sən olmuşam, sən olmuşam, sən olmuşam o gün sən olmuşam. Azərbaycan Radiosu 105 FM. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. Bank of Baku'da naqd pul kreditinə düz 6%-ədək endirim var. Hazırki kreditini Bank of Baku'ya gətir. 50.000 manatadək naqd pul kreditini 6%-ədək endirimlə əldə et. Aylıq ödənişin də az olsun. Üstəlik premium kart da hədiyyə. Daha ətraflı 145. Bank of Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Naftalan müalicəvi neft vannaları və mağara şəraitində təbii duz dağı terapiyası artıq Bakıda. Ünvan Badamdar Dairəsinin yanı. Telefon 050 444 6700. Instagram səhifəmiz Marisel Naftalan. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. Naftalan müalicəvi neft vannaları və mağara şəraitində təbii duz dağı terapiyası artıq Bakıda. Ünvan Badamdar Dairəsinin yanı. Telefon 050 444 6700. Instagram səhifəmiz Marisel Naftalan. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Ev, maşın, təmir ya da təhsil, sənin də arzuların varsa, Bank of Baku ilə gerçəkləşdir. 50.000 manatadək naqd pul kreditini minimum 9.9% ilə əldə et. Planlarını həyata keçir. Ətraflı 145. Bank of Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. Keramikanız istər kiçik, istər böyük olsun. İstər qranit, istər mərmər olsun. Sualınız hansı yapışdırıcı deyil, hansı Ceramax olsun. Ceramax'da ehtiyaca görə bir yapışdırıcı mütləq vardır. Mr. Fix. Doğru seçim, doğru nəticə. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. İndi dönüb baxsan da o xoş bir duyğulardan qəlbində nə qalır? Ömür ötüb gedincə həsrət qaldım sevincə, bildim xoşbəxt günlərim səninlə yaşanır. Sən heç də gəl düşünmə, sevdiyim o günlərdən ayrı düşmüş xəyal. Sənin gözəl baxışların, sənin şirin arzuların deyib yalnız mənimlə qal. Sənin gözəl baxışların, sənin şirin arzuların deyib yalnız mənimlə qal. Sən hər sözümdən inciyib ki sən ayrı düşən gözəl, gəl üzmə qəlbimi.
Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. Şimdi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi. Ayrı düşsen de bil ki, mənsiz qalsan da bir gün o sevgin yaşamaz. Seninle yaşadığım həsrətli bir sevgi var, bitmiş hayat sevinci seninle qaydar. Sen hiç de gel düşünme sevdiğim o günlerden ayrı düşmüş hayal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Senin güzel bakışların, senin şirin arzuların değil, yalnız benimle kal. Sen her sözümden inciyip küsen, ayrı düşen güzel, gel üzme kalbimi. Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. Şimdi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi. Sen her sözümden inciyip küsen, ayrı düşen güzel, gel üzme kalbimi. Senin eşkinle yaşadım inan, unutmadım bir an, sensiz ömrüm yalan. Şimdi dönüp baksam da yeniden hiç duymadım senin sevgindeki sesi. Sen benim arzularımdan geçen bir ömrün nəğməsi. Azərbaycan Radiosu 105 FM. Dalğanı elə indicə 105 FM-ə kökləyənləri salamlayırıq. Yeni gününüz aydın olsun. Gəl sərimə qulaq asırsınız və bugün mikrofon qarşısında Günayla Fəriddir. Biz bayaq kitablardan danışdıq və dedik ki 2 aprel həm də Beynəlxalq Uşaq Kitabı günüdür. Və kitabların bizə uşaqlıqdan bələdçilik elədiyindən danışdıq. Dedik ki, kitablar bizə uşaqlıqdan bələdçilik eləyir, dünyanı tanıdır. Amma bəzən bəli, elə anlar olur ki, elə anlar gəlir ki, o kitablardan öyrəndiklərimizi nümayiş etdirməli oluruq. Təbii ki, bu hansı vasitə ilə daha çox baş tutur? İmtahandan və bu günlərdə də qorxduğu həmin o imtahandan, hə? Bəli. Hər kəs çəkinir. Biz də istəyərdik ki, bu məsuliyyətli məqama, yəni 9-cu sinif şagirdlərinin imtahanından danışaq. Yəni söhbətimizi bu məqama yönəldək. Aprelin 12-sində 9-cu sinif şagirdləri imtahan verəcəklər. Bu barədə isə daha ətraflı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məlumat verəcək. Onu eşidək.
Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində ümumi təhsil müəssisələrinin 9-cu sinifində təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. İmtahanlar aprelin 5-də, 12-sində və 26-sında 3 istiqamət üzrə təşkil olunacaqdır. Aprel ayının 5-də olan imtahan 26 şəhər və rayonda keçiriləcəkdir. Ümumilikdə bütün imtahanlar saat 11-də başlayır, ancaq 11-ə 15 dəqiqə qalmışa qədər bütün iştirakçılar imtahan binasında, daha doğrusu imtahan zalında olmalıdırlar. Biz iştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən eləmişik və hər bir şagirdin imtahana buraxılış vərəqəsində həmin vaxtlar qeyd olunubdur. O vaxta baxıb saat neçədirsə, həmin vaxtda imtahan binasının önündə olmaq lazımdır. İmtahan binasına eyni zamanda zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator, hər hansı bir elektron cihaz, konspekt, lüğət, çanta, bunların gətirilməsi qadağandır. Şagirdlər imtahana yalnız 2 sənədi gətirirlər. Bir imtahana buraxılış vərəqəsidir, bir də şəxsiyyəti təsdiq edən sənədin əsli. Əgər şəxsiyyət vəsiqəsində şagirdin şəkli olmasa, onda məktəbə müraciət edir. Məktəb tərəfindən ona şəkilli bir arayış verilir və həmin arayışı da özü ilə imtahan binasına gətirməlidir. 49.701 şagirdin bu imtahanda aprel ayının 5-də keçiriləcək imtahanda iştirakı nəzərdə tutulur. Ümumilikdə 207 imtahan binası ayrılıbdır. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4500-dən çox nəzarətçi, eyni zamanda 700-ə yaxın buraxılış rejimi əməkdaşı ayrılıbdır. Bu imtahanda 54 nəfər sağlamlıq imkanları məhdud şagirddə iştirak edəcəkdir. Gözdən əlillər var, serebral iflic, eşitmə əngəlli və digər bu kateqoriyaya aid olan şagirdlər var. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizm funksiyaları 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə, bunlar birinci qrup əlillərdir. Onlar üçün fərdi nəzarətçilər təyin edilibdir. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıbdır. Həmçinin sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilibdir. Sevgi Tanrı dileği, sevgim onun yüreği. Gözler yine nur eləyir sevgim meleği. Sevgi Tanrı dileği, sevgim onun gözler yine nur eləyir sevgim meleği. Gələrəm səni görməyə, gələrəm sevirəm deməyə, gələrəm ümid sönməsin, sevgimiz heç vaxt ölməsin. Sevgimiz heç vaxt ölməsin. Sensiz dünyam olar mı heç? Sevgi ayrı yaşar mı heç? Xoşbəxt günlər tez ya da geç, səni getirər bir gün. Səni getirər bir gün. Çeksin əsrət gözünü,
getir özünü. Xəyal kimi gözlərimə məlhəm olasan. Çəksin əsrət gözünü. Sevgim yetir özünü. Xəyal kimi gözlərimə məlhəm olasan. Gələrəm səni görməyə, gələrəm sevirəm deməyə, gələrəm ümid sönməsin, sevgimiz heç vaxt ölməsin. Sevgimiz heç vaxt ölməsin. Sensiz dünyam olan mı heç? Sevgi ayrı yaşar mı heç? Xoşbəxt günlər tez ya da geç, səni gətirər bir gün. Səni gətirər bir gün. Gələrəm səni görməyə, gələrəm sevirəm deməyə, gələrəm ümid sönməsin, sevgimiz heç vaxt ölməsin. Sevgimiz heç vaxt ölməsin. Sensiz dünyam Azərbaycan radiosunda Gəl Sərmi dinləyirsiniz dostlar. Bir daha sizi salamlayırıq. Günay və Fərid verilişi bugün sizin üçün təqdim edən. İndi isə bir neçə vacib məlumatlar var. İstədik onları sizin diqqətinizə çatdıraq. Başlayaq qazla bağlı bir məlumatla. Bugün Bakının Xəzər rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 2-sində saat 10-dan etibarən Şağan qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Digər bir xəbəri də istəyərdim sizin diqqətinizə çatdırım. Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Konstitusiya və suverenliyi ilə münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr 2025-ci il tarixdən 31 mart 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin penitensiar və probasiya xidmətləri, habelə istintaq idarəsi üzrə 18203 şəxs barəsində tətbiq olunub. Belə bir xəbər də mən çatdırım dinləyicilərimizə. Əsas da idman sevərləri üçün ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürəcək əziz dostlar və idman sevərlərin yuxusuz gecələri başlayacaq. Yuxusuz gecələrdir, səhər də tam bilmirəm. Fərqi Çünki yoxdur. səhər saatlarında demək olar ki, keçiriləcək. Adətən gecə başlayacaq oyunlar. Bəli, deyəcəm mən indi. İlk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq mundialın maçları Azərbaycanda gecə yarısı yayımlanacaq. Qarşılaşmaların əksəriyyəti saat 00-dan sonra baş tutacaq. Və düzdür, 21:00 və 23:00-da da yayımlanacaq qarşılaşmalar olacaq. Amma bu maçların sayı olduqca azdır Fərid. Ona görə də yuxusuz gecələr. Yuxusuz gecələr deyil. Əksəriyyəti demək olar ki, səhər saat harca 7-8 radələrində təxminən bu vaxtlarda keçiriləcək. Keçiriləcək yox, yəni Avropa üçün, belə deyək, Azərbaycan üçün bu vaxtda təsadüf edir. Azərbaycan üçün gecə yarısı yayımlanacaq.
Yaxşı, Mən razılaşdım. sən başa düşmədim, yoxsa nə demək istədiyini başa düşmədim. Yəni həmin vaxtı gecə yarısı keçirilən Amerikada keçirilən gecə yarısı başlayan maçlar təxminən Azərbaycanda səhər saatlarına təsadüf edəcək. Mən də deyirəm ki, əslində ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq mundialın maçları Azərbaycanda gecə yarısı yayımlanacaq. Bəli. Sevindirici haldır ki, qardaş Türkiyə yığması da sıra gün axşam saatlarında başlamışdı oyun. Çətin Kosovo səfərindən qələbə ilə döndü. 1-0 hesablı qələbə nəticəsində artıq 24 ildən sonra dünya çempionatına vəsiqə qazandı. Axırıncısı yəqin ki, onu hər kəs xatırlayır. 2002-ci il dünya çempionatında 3-cü yeri Türkiyə yığması tutmuşdu, qalib olmuşdu, 3-cü yerin sahibi olmuşdu. Həmin vaxt o küçələrdə bir insana rast gəlməzdin. Türkiyə həmin vaxt, yəni çempionatda oynayan zaman hər kəs böyükdən kiçiyə, hər kəs Türkiyənin oyununu izləyirdi və 24 ildən sonra ümid edirik ki, yenidən həmin hissləri yaşayarıq. Hər halda qardaş Türkiyənin uğuru bizim uğurumuzdur. Və davam eləyim xəbəri çatdırmağa ki, açılış maçı olan Meksika və Cənubi Afrika komandaları arasında keçiriləcək oyun saat 23:00-da baş tutacaq. Demək olar ki, qrup mərhələsi boyunca hər gün 4 oyun oynanılacaq və mundial iyulun 19-da final görüşü ilə başa çatacaq. Belə görək, azarkeşlərin arasında indi nə söz söhbətlər, müzakirələr olacaq. FM dalğası. Harda olsam doğma torpaq çəkər məni, şirin dillə danışdığım o Qarabağ çəkər məni. Mən kürümü, arazımı başqa çaya dəyişmərəm, öz yayımı, öz yazımı mən heç nəyə dəyişmərəm. Mən üç rəngli bayrağımı 100 bayrağa dəyişmərəm. Türk əsilli öz xalqımı heç bir xalqa dəyişmərəm. Türk əsilli öz xalqımı heç bir xalqa dəyişmərəm. Sən bəxtimsən Azərbaycan, mən bəxtimi dəyişmərəm. Öz andımı, öz sevgimi, öz əhdimi dəyişmərəm. Mən bu elin balasıyam, şöhrətim bu torpaqdadır. Heç kimə dəyişmərəm. Polad kimi oğulları mən heç kimə dəyişmərəm.
Azərbaycan Radyosu 105 FM. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et. Az faizli yaz kreditini qarşıla. Bir bankda nağd kredit artıq 6%-ədək endirimlə verilir. 30 aprelədək müraciət et və 50.000 manatadək kredit əldə et. Üstəlik krediti Bir bank tətbiqi ilə olduğun yerdən, vaxt itirmədən rəsmiləşdir. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisenziyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Vətənin səsi Azərbaycan Radyosu 105 FM. Ey ana torpağım, ey doğma vətən, mənim ant yerimdə, yurt yerimdəsən. Vüqarım, fəxrimsən, güvənc yerimsən, mənim ürəyimdə, həm qəlbimdəsən. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Azər yurdumun, Türk övladının müqəddəs beşiği sən olacaqsan. Sən ulu tarixin yaddaşlarında hər zaman əbədi yaşayacaqsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Dünyaya səs salan Azərbaycanımsan. Azərbaycanımsan. Azərbaycan Radyosu 105 FM.
Proqramımız davam eləyir və biz elə proqramımız başlayanda da dedik ki, bugün aprel ayının ikisidir və aprel döyüşlərindən 10 il ötür əziz dostlar. Tarixə nəzər saldıq. Millət vəkili, tarix elmləri doktoru Vasif Qafarovun da çıxışını eşitdik bu barədə. Aprel döyüşləri bilirsiniz ki, ordumuzun son illər keçirdiyi ən böyük döyüş əməliyyatlarından biri idi və qələbə ilə yekunlaşdı və tarixi aprel döyüşləri və yaxud da ki 4 günlük müharibə kimi düşdü. Bu döyüşlər zamanı biz xalqımızın birliyinin və ordumuzun gücünün döyüş hazırlığına şahid olduq. Aprel döyüşlərini 2020-ci il 44 günlük vətən müharibəsində əldə olunan böyük zəfərə gedən yol adlandırmaq olar təbii ki. Belə, əziz dostlar, ordumuzun qüdrətindən isə, aprel döyüşlərindəki ordumuzun qüdrətindən hərbi ekspert Ədalət Verdiyev danışır və biz istəyərdik ki, həmin çıxışı sizə təqdim edək. Ermənistan təxribatlarına cavab olaraq 2016-cı ilin aprelində başlayan döyüşlər Azərbaycan ordusunun mütləq qələbəsi ilə başa çatdı. Azərbaycan ordusu bu döyüşlər zamanı kifayət qədər mühüm əhəmiyyət kəsb edən əraziləri, o cümlədən Talış kəndi ətrafındakı yüksəklikləri, Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində ümumilikdə 2000 hektardan çox ərazini düşmən işğalından azad etdi. Bu müharibə dünyada ilk dəfə olaraq bir çox yeni silah sistemlərinin tətbiqi ilə yadda qaldı. Aprel döyüşlərində Azərbaycan yerli istehsalı olan silahlarla bərabər müttəfiq və dost ölkələrdən aldığı müasir texnologiyaya əsaslanan silahlarla düşmənin başına od yağdırdı. Nəticə etibarilə aprel döyüşləri zamanı azad olunan ərazilər vətən müharibəsi zamanı düşmənin növbəti təxribatlarına cavab olaraq başlanan dəmir yumruq əməliyyatı üçün əsas plazdarm rolunu oynadı. Başqa sözlə desək, aprel döyüşlərində azad olunan Lələtəpə yüksəkliyindən və Talış ətrafındakı yüksəkliklərdən Azərbaycan ordusu Ermənistan silahlı birləşmələrinə qarşı əks hücumlara başladı və bu məhz Azərbaycanın tarixi zəfəri ilə nəticələndi. Bütün bunlar bir daha dünyaya sübut etdi ki, Azərbaycan son nəsil müharibə modelini tamamilə mənimsəyib, Azərbaycan ordusu üçün istənilən ərazidə, istənilən coğrafiyada, istənilən iqlim şəraitində qələbə əldə etmək üçün kifayət qədər böyük peşəkar hazırlığa malik ordu, silah, texnika, vasitə və avadanlıqlar mövcuddur. Azərbaycan Radyosu 105 FM. Qurban hər daşına, hər qarışına, tarixləri yazan qan yaddaşına, dillərdə dua, dillərdə amin səsi, vətən anadı yoxdur əvəzi. Ürəklər hönkürməz bir daha pəstdən, ocaqlar qurtuldu ən ağır dərddən, dillərdə dua, dillərdə amin səsi, vətən anadı yoxdur əvəzi. Dillərdə dua, dillərdə amin səsi, zəfər bayrağının sonsuz zirvəsi. Can Azərbaycan, torpağına qurban, can keşiyində duracaq hər an qələbə. Qələbə sənindir Azərbaycan, can Azərbaycan, torpağına qurban, can keşiyində duracaq hər an qələbə. Qələbə sənindir Azərbaycan.
yol zəfər yolu ilham yoludur. İgidlərin qəlbi ilham doludur. Fəxr edir xalqın, qələbə sənin adın. Ali Baş Komandan Heydər oğlu. Millətin sənində dəmir yumruqdur. Dayağın bu xalqa mehriban oldu. Fəxr edir xalqın, qələbə sənin adın. Xalqın mərd oğlu, xilaskar oğlu. Fəxr edir xalqın, qələbə sənin adın. Xalqın mərd oğlu, xilaskar oğlu. Can Azərbaycan torpağına qurban. Can keşiyində duracaq hər an qələbə. Qələbə sənindir Azərbaycan. Can Azərbaycan torpağına qurban. Can keşiyində duracaq hər an qələbə. Qələbə sənin Ali Baş Komandan. Bizimle 105 FM var. Gelse her 105 FM-də gəl səhərimi dinləyirsiniz dostlar. Hər birinizi yenidən salamlayırıq və Günay Fərid bugün verilişi sizin üçün təqdim edir. İndi isə maraqlı bir mövzuya istəyərdik keçid alaq. Artıq yaz fəsli ölkəmizə daxil olub. Yaz fəslində demək olar ki, böyükdən kiçiyə hər kəs özünü belə yorğun hiss edir. Hər kəs elə düşünür ki, bu sadəcə onlara məxsus bir problemdir. Amma həkimlər isə belə demir. Çünki yaz aylarında bir çox insanlarda xroniki xəstəliklərin kəskinləşməsi olsun, burun axması, göz yaşarması və hətta depressiv əhvalın artması da müşahidə oluna bilər. Yəni bu tam normaldır və bunu biz tənzimləməliyik. Necə olar ki, yaz yorğunluğundan qurtulaq? Həkimlər məsləhət görür ki, ilk növbədə yuxu rejimini tənzimləmək vacibdir. Yəni hər gün eyni saatda yatmaq və oyanmaq orqanizmin bioloji ritmini sabitləşdirir. Sonra qidaya diqqət yetirməlidir. Ələxüsus ki, bayramdan sonra ağırlı və şəkərli qidaların qəbulunu azaltmaq, daha çox təzə meyvə, tərəvəz və yüngül qidalara üstünlük vermək lazımdır. Sonra isə günəş işığından düzgün istifadə etmək önəmlidir. Çünki artıq yaz fəslidir, günlərin uzanması belə deyək, böyük bir üstünlükdür. Günəş şüaları həm enerji verir, həm də orqanizmin adaptasiyasını sürətləndirir və nəhayətində fiziki aktivliyin artırılması da vacibdir. Bununla bərabər fiziki aktivlik artırsa, təbii ki, su içmək vərdişini də biz necə deyirlər, artıq artırmalıyıq, belə deyək, daha çox su içməliyik ki, bu da o yaz yorğunluğundan, yaz depressiyasından çıxmamıza kömək olsun. Əgər yaz depressiyasından çıxmaq istəyirsinizsə, mən sizə daha yaxşı bir üsul deyəcəm, əziz dostlar. Bilet alırsınız, gedirsiniz istədiyiniz ölkəyə. Özdə hardan? Azaldan. Çünki Azərbaycanın milli aviadaşıyıcısı Azal yaz mövsümünün gəlişi ilə əlaqədar yeni endirim kampaniyasını elan edib. Kampaniya çərçivəsində sərnişinlər biletləri 30%-ə qədər endirimlə əldə edə bilərlər. Məlumata görə satış kampaniyası 3 aprel tarixinədək davam eləyəcək. Yəni sabahadək vaxtınız var. Düşünmədən, əgər artıq planlaşdırmışdınızsa, mən kaş ki biletlər biraz ucuz olsaydı filan ölkəyə gedərdim deyirdirsə, məncə fürsətdir. Bəli, şansla istifadə edin. Kampaniya daxilində Bakı-Moskva istiqaməti üzrə biletlər 203 manatdan, artıq dilim topuq vurur həyəcandan. Bakı-İstanbul istiqaməti üzrə 193 manatdan, Bakı-Tbilisi istiqaməti üzrə 96 manatdan, Bakı-Paris istiqaməti üzrə biletlər 350 manatdan, Bakı-London istiqaməti üzrə 207 manatdan, Bakı-Berlin istiqaməti üzrə isə 250
51 manatdan başlayan qiymətlərlə bəli təklif olunur sizə. Qeyd edək ki, endirimli biletlər 15 may tarixinədək həyata keçiriləcək və uçuşlara şamil edilir. Yəni keçiriləcək uçuşlar 15 may tarixinədək hara gedib gəlmək istəyirsinizsə, bəli, indidən ala bilərsiniz. Sabahda son gündür, aprelin 3-ünə qədər vaxt verilir ki, operativ düşünəsiz, qərar verəsiniz və gedib biletinizi alasınız. Amma yenə də deyirəm, endirimli biletlər 15 may tarixinədək həyata keçiriləcək uçuşlara şamil edilir. Əziz dostlar, getmək istəyənlərə, arzusunda olanlara Allah qismət eləsin, yolunuz da açıq olsun deyirik. Məni candan usandırdı, cəfadan yar usanmaz mı, usanmaz mı? Fələklər yandı ahimdən, muradım şəhmi yanmaz mı, muradım şəhmi yanmaz mı? Fələklər
Füzulilerin düşeydadır Füzulilerin düşeydadır Hemişen halklar rüsvadır Sorun kim bu ne sevdadır Bu sevdadan usanmaz mı Bu sevdadan usanmaz mı Sorun kim bu ne sevdadır ne sevdadır Bu sevdadan usanmaz mı? Gəl səhərim davam edir. Bəli, gəl səhərim davam eləyir və biz bundan əvvəl bizə yeni qoşulanlar üçün deyək ki, Azalın biletlərə 30%-ədək endirimindən danışdıq. Dedik ki, əgər yaz depressiyasından çıxmaq istəyirsə, bəli, səfər etmək üçün yaxşı da bir fürsət yaranıb. Buyurun, gedin, gəzin, dolaşın, gəlin. Pulunuza minnət. Və indi də bir məqama toxunmaq istəyirik ki, bəzən xaricə getmək üçün viza tələb olunur və viza üçün də müraciət eləyəndə biz ən çox nələrə diqqət etməliyik və bəzi ölkələr var ki, ora səfər etmək istəyirsən, amma vizanı almaq bir qədər çətin olur. Çətindir, bəli. Turizm ekspertləri bu barədə nə deyirlər? Onu çatdıraq dinləyicilərimizə ki, nələrə diqqət yetirməliyik. Viza tələb olunan istiqamətlər arasında ən çox üstünlük verilənlərə Avropa ölkələri, xüsusilə Schengen zonası, eyni zamanda ABŞ, Kanada və Böyük Britaniya daxildir, əziz dostlar. Və ekspertlər deyirlər ki, ən çox çətinliklər məhz yuxarıda, yəni bizim əvvəl qeyd elədiyim ölkələrə vizaların alınması zamanı ortaya çıxır. Bəli, bu adətən bu ölkələrdə biraz problemlər yaranır. Ölkələrdə yox, ölkəyə viza alınanda qoy cümləni düzgün qurum ki, sonra mənə irad tutulmasın, həm də anlaşılan olsun. Bu prosesdə əsas rol sənədlərin düzgün və tam şəkildə hazırlanmasına verilir. Yəni müraciət zamanı təqdim olunan məlumatların iş yeri, əmək haqqı, bank hesabı və digər maliyyə göstəricilərinin bir-biri ilə uyğunluğu xüsusilə yoxlanılır və diqqətlə yoxlanılır. Uyğunsuzluq aşkar olunanda isə bu viza imtinasına gətirib çıxara bilir, bəli. Bundan əlavə səfər planının da dəqiq qurulması vacib şərtlərdən biridir. Müraciət zamanı göstərilən ölkəyə ilk girişin məhz həmin ölkədən edilməsi tövsiyə olunur. Eyni zamanda səfirliyə təqdim edilən otel rezervasiyası və aviabiletin sonradan dəyişdirilməsi gələcək müraciətlərdə problemlər yarada bilər. Səyahət sığortası da viza üçün əsas tələblər sırasındadır. Ümumilikdə ekspertlər vurğulayırlar ki, viza imtinaları adətən səbəbsiz olmur. Yəni bu hallar daha çox natamam sənədlər, uyğunsuz məlumatlar və yaxud da ki, inandırıcı olmayan səfər planı ilə əlaqəli olur. O gedişin məqsədi olmalıdır da, onu yəni tam aydın şəkildə yazmaq, izah etmək lazımdır. Yəni o bəzən o sən söylədiyin kimi oradakı natamamlıq olanda artıq istər-istəməz düşünürlər ki, yəqin bunun planı başqadır, belə deyək. Ona görə imtinada gəlir. Bəli, viza müraciətində uğur qazanmağın əsas yolu ekspertlər deyirlər ki, düzgün planlaşdırmadan keçir. Yəni hər bir səfirliyin rəsmi veb səhifəsində tələb olunan sənədlərin siyahısı açıq şəkildə təqdim olunur və müraciət etməzdən əvvəl bu məlumatlar diqqətlə öyrənilməlidir. Ekspert əlavə eləyir ki, yəni ekspertlər deyirlər ki, hər hansı sənədin çatışmaması və yaxud da ki, yanlış təqdim edilməsi müraciətin geri qaytarılmasına, vaxt itkisinə və hətta imtinaya səbəb ola bilər. Bu baxımdan sənədlərin dəqiqliyi və uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Bəzən diqqət yetirmirik, nəyisə gözümüzdən qaçırıq, sonra da
Deyirik ki, niyə belə oldu? Əsəbləşirik, əhvalımız korlanır ki, niyə işimiz alınmadı. Və viza tələbi də bir neçə gün ərzində həll olunan məsələ olmadığı üçün çalışmaq lazımdır ki, əvvəlcədən söylədiyim kimi planlaşdırmaq lazımdır. Artıq sən növbəti ay üçün, bir neçə aydan sonra gedəcəyin ölkəyə viza filan məsələlərini indidən həll etmək lazımdır ki, sonra problemlə üzləşməyəsən. Yəni bir neçə gün ərzində həll olunmur ki, deyəsən problem çıxdı, mən yenidən müraciət edim. Və buyur. Yəni viza alma prosesi çətin olmaqdan çox diqqət və düzgün yanaşma tələb edən bir mərhələdir. Ona diqqət yetirməliyik. Və artıq mövzular bir-birini əhatə edir. Bu mövzumuzun da yekun olaraq bir məlumatda çatdırım. Yekunlaşdıraq ümumiyyətlə bu səfərlə bağlı mövzularımızı. Nədir məsələ? Artıq martda olduğu kimi aprel ayıdır və növbəti ayda da martda olduğu kimi iş günlərinin, qeyri-iş günlərinin sayı çoxdur. Bu sizə imkan verir ki, vizaya indidən müraciət edəsiniz. Sizə imkan verir ki, artıq sən də məlumatı çatdırdın, azaldan biletləri indidən ucuz qiymətə ala biləsiniz. Fürsətdir və may ayında qeyri-iş günləri sayı 14 günü əhatə edəcək. İndidən planlaşdırmaq lazımdır. Çünki burada həm faşizm üzərində qələbə günü var, həm Qurban bayramı var və digər bayramlar da ümumilikdə götürəndə yekunda 14 gün qeyri-iş günü olacaq ki, siz indidən planlaşdırıb xaricə üz tutasınız. Əlbəttə ki, istirahət günləri də gözəldir, səfər də gözəldir. Ən əsası canımız sağlam, cibimiz də dolu olsun. Allah ruzunuzu versin, yolunuzu da açıq eləsin. Sevinsin hər bir ana. Sözü var, hörməti var, ölkələrin arasında. Belə gözəl, belə zəngin, var dünyanın harasında. Vətənimin məğrur güclü, öz ürəyi ilhamı var. Hoş günlərə gedən yolda bir əbədi bayramı var. Hər birinin öz yeri var, mənim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxdı bir gidə evladına, qoy sevinsin hər bir ana. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxdı bir gidə evladına, qoy sevinsin hər bir ana. Hər birinin öz yeri var, mənim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına. Baxdı bir gidə evladına, qoy sevinsin
bir ana. Azerbaycan Radyosu 105 FM. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Vətənin səsi. Azərbaycan Radyosu 105 FM. Qəhrəmanım Azərbaycan övladı, layiqincə daşıdığım soyadı. Zirvələrdə bayrağımla bərabər, ucaldırsan sənə yaşa deyirəm. Zəfər deyən səsinə haqq deyirəm. İnanımız, güvənimiz səninlə, uğurumuz, sevincimiz səninlə. Düşmənlərə hədəd olu səsinlə, dediklərin içimizdən gələndi. Vətən bizim qələbə sən deyəndi. Biz birlikdə güclüyük, qürurumuz tükənməz. Şəhidlər ölməz deyən torpağımız bölünməz. Hədəfimiz bəllidir, mövqeyimiz dəyişməz. Məqsədimiz ən uca zirvələrdə ilhamın qalib səsidir. Torpaqları geri alan bir ilk oldun, şüarları gerçək olan imza oldun. Başlarına vurduğun zərbəninə, Azərbaycan ordusu tək qüvvən ilə, düşmənə qorxulu yuxu qənim oldun. İnamımız, güvənimiz səninlə, uğurumuz, sevincimiz səninlə. Düşmənlərə hədəd olu səsinlə, dediklərin içimizdən gələndi. Vətən bizim qələbə sən deyəndi. Biz birlikdə güclüyük, qürurumuz tükənməz. şəhidlər ölməz deyən torpağımız bölünməz. Hədəfimiz bəllidir, mövqeyimiz dəyişməz. Məqsədimiz ən uca zirvələrdə ilhamın qalib səsidir. Məqsədimiz ən uca zirvələrdə ilhamın qalib səsidir.
bölünmez. Hedefimiz bellidir, mövqeyimiz değişmez. Məqsədimiz ən uca zirvələrdə ilhamın qalib səsidir. Məqsədimiz ən uca zirvələrdə ilhamın qalib səsidir. Yurdumun məğrur səsi heyran edir hər kəsi. Ay səninlə yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası. Belə, əziz dostlar, proqramımızı yekunlaşdırırıq. Bəli, şəhidlər ölməz, vətən bölünməz. Bugün 2 aprel və aprel tarixini yaşayırıq və aprel döyüşlərindən danışdıq. Aprel döyüşlərindən 10 il ötür dedik. 2016-cı ilin məhz bugünü başlamışdı həmin o döyüşlər və 4 gün davam etdi. Şəhidlərimiz isə daim bizim qəlbimizdə, yaddaşımızda, dilimizdə və dualarımızda yaşayırlar və bugün üçün biz onlara borçluyuq. Eyni zamanda qazilərimizə borçluyuq, ordumuza borçluyuq. Allah şəhidlərimizə rəhmət Ruhları şad eləsin. olsun, bəli. Qazilərimizə Allahdan can sağlığı arzu edirik. Ordumuza isə güc, qüvvət diləyirik. Elə bu gözəl arzularla da əziz dostlar verilişimizi yekunlaşdırırıq. Bugünkü həmsöhbətləriniz Günay Tehran qızı Fərid Məmmədov, rejissorlarımız Qızqayıt Camalova və Ramazan Hümbətov adından hər birinizə xeyirli, uğurlu bir gün arzu edirik. Hər səhəriniz xeyirli xəbərlərlə açılsın. Ey ana torpağım, ey doğma vətən, mənim anc yerimdə, yurt yerimdə sən. Vüqarım, fəxrimsən, güvənc yerimsən, mənim ürəyimdə, həm qəlbimdə sən. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Azər yurdumun, Türk övladının müqəddəs beşiği sən olacaqsan. Sən onu tarixin yaddaşlarında hər zaman əbədi yaşayacaqsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən. Tarix yaddaşımsan, ruhum canımsan, dünyaya səs salan Azərbaycanımsan. Ey ana torpağım, müqəddəs vətən, mənim canımdan çox sevdiyim sənsən.